Yəni ikisi də eyni keyfiyyətdə, sadəcə sərfiyyatına görə fərqlənir. Nəyinə görə? Sərfiyyatına görə. Sərfiyyatına görə. Başa düşdüm mən sadəcə. Bəs belə bir sual verim. Orada məndə sızıntı falan da var da. Olan qarşısını nə ilə alınmasın? Məhsul su saxlamaq üçün nəzərdə tutulmayıb. Amma tərləmədir, nəmişlikdir, bu kimi şeylərin qarşısını alacaq. Amma indicə belə deyək də, məntiqlə məsələyə yanaşaq. İzolyasiyanın iş prinsipi soyuq saxlamaqdırsa, dam örtüyünün də iş prinsipi suyu saxlamaqdır. Əgər bu su saxlaya bilmirsə, bu izolyasiyaya heç bir qabağını ala bilməyəcək. Amma o ki, qar yerində məsələn dərmə deşiklərdən qar vurursa, yağış vurursa, içəri onu saxlayar. Amma ümumiyyətlə içəri əgər davamlı olaraq hər dəfə yağış yağanda su axırsa, bu onun üçün nəzərdə tutulmayıb. Yox, öyle değil. Əslində bir sızıntı var. Belə deyil ki, kilo litrlə su tökür, elə deyil. Prosta elə bil, məndə birinci mərtəbəyə artırma var. Yaz, mal gəlirlər köməkliyindən. Allah. Bu dinləyirəm sizə, dinləyirəm. Texniki oydur. Birinci mərtəbəyə artırma var, şifirin bir tərəfi divara yapışıb. O divarla şifirin arasından... Divarla şifirin arasından vurursa, küləkdə vurursa, yalnız divar bax, sabit halda yağan yağışda su gələ içəri. Divar qeyri-sabit yağışda havada gələ içəri. Qeyri-sabit havada gəlirsə, o demək ki, bunu külək salır içəri. Bunun qarşısını alacaq, bəli. Yox, əgər elə hər zaman elə sabit yağış yağanda da içəri su vurursa, bu deməkdir ki, elə damdan hər zaman su damır. Bunun qarşısını köpük izolyasiyanın, heç bir köpük izolyasiyanın alma potensialı yoxdur. Çünki köpük izolyasiyanın məhsulu yalnız isti, soyuq, səs, nəm, kif, tər, buxar, bu kimi elementlər üçün nəzərdə tutulub. Sizin uşaqlardan bu Əhməd tərəfdə qalan varmı? Axşam gələndə yol? Yox, təəssüf ki, o tərəflərdə yoxdur. O tərəflərdə yoxdur. Belə məhsul istifadə edə bilirsinizsə, belə taksi ilə də göndərə bilər ki. İstifadə edə bilirsəndə orada bir çətinlik varmı? Sizin taxıb belə verəcək saat getdi. Nədə? Orada bir çətinlik varmı onun istifadəsində? İstifadəsində köməklik göstərərik. Məsələn, zəng eləyərsiniz, görüntülü danışarıq ki, onu belə eləyin. Və yaxud da ki, hazır çəkdiyimiz videolar var, göndərərəm, istifadə eləyəm. Görmüşüm, baxmışım. Nə bilim, belə çalışaram ki, belə aralara vurum, bir də ki, metalların üstünə yüyün. Dərmə deşiklərə vuracaqsansa, ola, problem yoxdur. Məsəl üçün, indi 3 metrə, 5 metrə, 10 metrə, baxırsan, əl səliqə var. Yaxşı, qardaşım, yaxşı. Saat neçə kimi işləyirsiniz? Saat 5-ə qədər. Oldu, qardaş. Sağ olun, Allah mandı, sağ olun. Məhsulların təyinatı üzrə izahlı satış yeri Abşeron Ticarət Mərkəzi 1-ci sıra 2-ci korpus 15-ci mağaza 114 İzolyasiya qrupu.